Canlar necəsiz? Bizlər yaxşıyıq, şükürlər olsun. Gözümdə uf olub, uf. Nə? Gözləri şişib. Baxım aşkım gözləri üstüne. Baxam elə biraz yatıb şişi. Aç baxam. Biraz şeydi, şişibdi. Grip olub. Gözləri şişib. Bugün məktəbə getməyib. Qızımın istəyinlə hazırladım. Pilimenini ağrıyır deyə istədim. Nə yeyir, nə istəyirsə daha doğrusu onu yesin. Belə hələlik 5 dənə istədi. Qalanını da qardaşı məktəbdən gələndə bişirəcəm, yesinlər. Gedək verək, yesin biraz. Yay qış versən xəmir yeyərlər də bunlar ancaq o dərəcə sevirlər. Tovuzda olduğunu demədən göstər. Ehtiyatlı ol. Yapmadım. Beyin çürükleri kayboluyor ya da kötüleşiyor. Benim için geldiklerini sanıyordum. Beni işe almaya çalıştılar ama kötü olmak istemiyorum. Görünüşüm anlatıcı. İndi uşaqlara biraz şorba yiyəcəm. Axşama içsinlər. Qaşıq xəngəli də deyir çox adam. Belə günorta kəsdim. Pilimenlə eləyəndə xəmirindən bir balaca götürüb belə azca kəsdim. Balaca qazanda eləyəcəm ikisinə görə. Həm qızım da xəstə biraz içsin. Özünə qalsın. Ne oldu? Mutfağa düştü. Ne taktın? Orada durdu. Hadi. Onu ver. Koy bakalım. Hadi bitti. Gedin. Hadi bitti. Bitti. Gedin mən də açım gəlin. Bunun altı çıkmadı. Çok ağlar. Mayından çıxacaq. Mayından çıxacaq. Görmürəm deyirəm. Bir də baxaraq. Günəş məni öldürdü. Səbəti götürdük gəlin. Hava nerede? Havanın içinden hava. Bunun qəşəng xəmirini də tökdüm. Balaca da küftəciklər elədim. Biraz da üstünə göyərti vurum. Hazır. Bugün TBD günü. Burada da özümüze böyle mini keyif hazırlamışıq. Divanı açmışıq belə. Ben burada noodle'ım var, çayım var, smuşka var. Ana Belə minik keyif yapırıq. nerede çay çatıda? Yaxşı. Birlikdə Çunaya baxırıq. Arabana var ya. Sabahınız xeyir olsun. Biz axşam kinoya baxdıq, qutardıq. Elə burada da divanda da yatmışıq.
Mənim uşaqlarımın ən sevdiyi şeydir ki, divanda keyif eləyək, sonra da burada yataq. Bir neçə gündə atamız Bakıya gedib, işlə əlaqədar, ona görə uşaqlarla baş-başayam. Nə istəyirlər, onu da eləyirik. Belə bir yerdə kinoya baxdıq, sonra onlar burada yatdı. Belə. İndi də zavtraq hazırlayırıq. Burada belə onlara tost hazırlayıram. Özləri istədi. Məktəbə getmədikləri günlərdə nə istəyirlərsə rahat-rahat onu hazırlayıram, yeyirlər. Yəni əlavə bir şey hazırlamıram. Çünki mənim uşaqlarım biraz az yeyir. Yəni bunu belə sona qədər yesələr, şükür. Çünki çox az yemək yeyən uşaqlardır. Çaylarımda süzüm hazırlayıram. Belə. Altı bazar günləri də biraz tez dururuq səhərlər, çünki qızımın ingilis dili hazırlığı olur onlayn. Burada məktəbdə ingilis dili keçmədiklərinə görə onlayn hazırlığa qoymuşam ki, geri qalmasın da dərslərdən. Biz tez-tez köçürük deyə başqa bir rayona köçsək, başqa bir məktəbə getsə ingilis dili olacaq. Ona görə geri qalmağını istəmirəm. Valla bu havadan da baş açmaq olmur. Bir gün qəşəng isti olur, yay havası, bir gün yenə soyuyur. Bayaq yağış yağırdı, bir 5 dəqiqə qabaq yağış yağırdı. Yağdı, dayandı, indi dayanıb. Dünən də bir gün ərzində bəlkə 3 dəfə hava dəyişdi. Gah isti oldu, gah soyudu, sonra yağış yağdı, sonra yenə gün çıxdı. Bu aralar hava bilmir neynəsin. Allah. Yəni bilmirsən qalın giyinəsən, bilmirsən nazik giyinəsən. Çaş-baş qalmışıq. Uşaqların tostu hazır. Oy, yandım. Belə aparım yesinlər. Üzmə də belə hindiba qəhvəmi hazırladım. Dünən axşam biraz qaçamaq eləmişəm. Qızımla bir yerdə noodle yemişəm. Kinoya baxa-baxa. İndi də bunu içirəm ki, həmən yemək yeməyim də biraz ödəm atım eləyim. Ondan sonra tam acıyım, sonra yeyərəm. Özümə belə bir salat hazırladım ton balığından. Yağsız, sadə ton balığıdır. Pomidor, xiyar, biraz sumaq vurdum. Biraz nanə vurdum, quru nanə. Saat 12-nin yarısıdır. Yəni həm səhər yeməyi kimi, həm günorta yeməyi kimi belə. Bunu yiyəcəm. Yox, mən verməmişəm axı, qalıb onda. Götürərsən də evə çıxanda heç nə olmaz. Qara buludlar gəlir, yağacaq. Yarın ucuya görə orada. Ha? Nə çıxdı oradan? Pişik gəldi orada bizimki. Saçımın belə, solkamın belə qəşəng olmasın deyə nətər edirəm. Necə eləyirsən? Barmağımı götürürəm belə, qaşıyıram. Sonra saçımı bu tərəfə eləyirəm, qaşıyıram. Həcm verirsən? Sonra bu tərəfə eləyirəm, qaşıyıram. Qabağa verib, barmağımı soxub təzə bir də qaşıyıram. Da saçın düyünləndi də bala. Keç. Manzara, yaşıllı. Görmək üçün milyarlarca dollar edir, amma bizdə təbiidir. Biz nə qəşəng görürük. Dollar olmaz ya aşkım. Dollar olur. Mən bilirəm ki, deyil. Təbiətin içində eləyir. Hə, həm də ki, amma belə yaşıllı görmək üçün gör nələr, haralara gedirik. Amma biz doğal İstirahətə gedirlər, turlar düzəldir. bizdə doğaldır hər şey. Məsələn, mənim burnum... Atan sayəsində gəzirik də. Atan yeri Məsələn, dəyişdikcə mənim gəzirik. burnumun doğal olduğu kimi. Ata gəzdikcə biz də gəzirik. Havaya baxıyıq, qara buludlar gəlir. Minik həyətimizdə yürüyüş edirik. Baba, samolyot. İki dənə. Uçaqdır o. Bilmem, yəni 2 dənə. Uçaq da, uçaqdır, nə var?
Kameranı yaxınlaşdır. Özüm görürəm ki, kameranı yaxınlaşdırım. De oradadır. Baxın da yaxınlaşdır. Baba. Ay uçaqdır. Hədə. Təyyarə. İçində yolcular Allah var. fırlandı. Yəqin ki. Gördün? Bilə bilinmir, yaxınlaşdıranda bilinir.